5 nəfər var ki, 5 nəfərə kəmər taxmamağa icazə verilir. Birincisi, yaşı 12-yə qədər olan uşaqlar arxada oturursa, kəmər taxmaya bilər. İkincisi, geriyə hərəkət manevri edən sürücü kəmər taxmaya bilər. Üçüncüsü, üzr istəyirəm, hamilə qadınlar kəmər taxmaya bilər. Dördüncüsü, təlim zamanı təlimçi kəmər taxmaya bilər. Siz təlimdə kəmər taxmalısınız, amma təlimçi müəllim kəmər taxmaya bilər. Nə üçün lazımdır? Ola bilər ki, təlim zamanı iştirak edən adam, öyrənən adam səhvə yol versin. Səhvə yol verən zaman təlimçi qəfildən sükanı ələ almalıdır, tormuzu basmalıdır və s. Yəni, kəmər onu saxlaya bilər, amma kəmər olmadıqda o rahat işini görə bilər. Bunlar, bu 4 dənəsi, bax, birinci, ikinci, üçüncü, dördüncü hər yerdə taxmaya bilər, amma operativ nəqliyyat vasitəsinin sürücüləri və sərnişinləri ancaq yaşayış məntəqəsində taxmaya bilərlər. Yəni, polis maşınıdırsa, şəhərin içində taxmaya bilər. Amma polis maşını şəhərdən kənara çıxdısa, o da bizim kimi taxmalıdır. Təcili tibbi yardım maşınında gedən sürücü şəhərin içindədirsə taxmaya bilər, xəstə şəhərin içindədirsə taxmaya bilər, amma şəhərdən kənara çıxdıqsa sürücü də, xəstə də kəməri taxmalıdırlar. Deməli, bu 5 nəfər kəmərdən istifadə etməyə bilərlər.